Hamını salamlayıram. Excel-də çeşidləmə və filtrasiyaya bağlı dərslərimiz davam edir. Çeşidləmənin bir çatışmazlığı var. Məlumatların sətirlərdəki ardıcıllığı dəyişir. Əgər bizə hər hansı məlumatlara sadəcə baxmaq tələb olunursa, yəni lazım olmayan məlumatları gizlətmək lazımdırsa, bu zaman filtrasiya alətindən istifadə edilir. Filtrasiya iki növdür. Avtofiltrasiya və genişləndirilmiş filtrasiya. Avtofiltrasiya ilə tanış olaq. Bunun üçün keçirik növbəti vərəqə. Filtrasiya aparılacaq diapazonun hər hansı bir xanası qeyd edilir. Bizdə məlumatlar diapazonun cədvəl formasında formatlaşdırılıb. Qeyd edirik cədvəlin hər hansı bir xanasını. Keçirik Данные vkladkasında Sortirovka filtr qrupundan filtr alətini seçirik. Bu zaman cədvəl başlıqlarının kənarında kiçik oxlar əmələ gəlir ki, biz bunları sıxmaqla deməli, bizə lazım olan məlumatların seçilməsini təyin edə bilərik. Bizim çalışmanın şərtinə deyilir ki, birinci olaraq, yalnız Bakı şəhərində qeydiyyatda olan kişi işçilər haqqında məlumatların seçilməsini təmin edin. Bunun üçün biz birinci olaraq cins sütununu filtrasiya etməliyik. Bu sütunun başlığı kənarındakı ox sıxılır. Açılmış pəncərənin bu hissəsində bütün unikal məlumatlar, bizim halda cins sütunu üzrə unikal məlumatlar bizə göstərilir. Hansı məlumatların gizlədilməsini istəyiriksə, bunların qarşısındakı checkboxdan işarə götürülməlidir. Qadın işçilər haqqında məlumatların gizlədilməsini istəyirik. Bunun üçün işarə götürülür qadın sətrindəki checkboxdan və OK düyməsi sıxılır. Deməli, cədvəldə artıq yalnız kişi işçilər haqqında məlumatlar bizə göstərilir. İndi isə bizə lazımdır ki, yalnız Bakı şəhərində qeydiyyatda olan işçilər haqqında məlumatlar bizə göstərilsin. Bu halda biz qeydiyyat sütununda filtrasiya aparmalıyıq. Qeydiyyat sütununun kənarındakı kiçik ox sıxılır. Açılmış pəncərədə əgər unikal məlumatlar çoxdursa, bu zaman ilk növbədə Выделить все sətrindəki checkboxun işarəsi götürülür. Daha sonra bizə lazım olan Bakı sətrindəki checkbox qeyd edilir. OK düyməsi sıxılır. Cədvəl başlıqlarının kənarında yaranmış bu formalı işarə həmin sütunlar üzrə filtrasiya aparıldığını bizə bildirir. Bundan əlavə fikir verin ki, deməli, sətr nömrələrinin rəngi digər sətr nömrələrinin rəngindən fərqlənir. Və eyni zamanda müəyyən sətirlərin gizlədilməsini açıq şəkildə görmək olar. Bu, deməli, Excel vərəqində filtrasiya aparıldığının göstəricisidir. Əgər hər hansı bir sütunun filtrasiyasını ləğv etmək tələb olunursa, bu zaman cədvəl başlığının kənarındakı ox sıxılır, açılmış pəncərədə Удалить filtr cins sətri sıxılır və cins sütunundakı filtrasiya ləğv edilir. Gəlin, qeydiyyat sütununda ləğv eləyək filtrasiyanı. Oxu sıxırıq, Удалить filtr qeydiyyat sətrini sıxıb filtrasiya sütunlardan ləğv edilmiş oldu. Gəlin, yenidən filtrasiyanı bərpa edək. Cədvəldən filtrasiyanı ləğv etmək tələb olunursa, Sortirovka filtr qrupundan Очистить aləti seçilir. Çalışmanın növbəti bəndinə keçirik. Əmək haqqı 250 azayın olan və Bakı şəhərində qeydiyyatda olmayan işçilər haqqında məlumatların seçilməsini təmin edin. Bunun üçün biz əmək haqqı sütunun kənarındakı oxu sıxırıq. Açılmış pəncərənin bu hissəsində unikal məlumatların bizə lazım olanlarını qeyd edə bilərdik. Lakin biz keçirik Числовые filtr sətrinə, sağ tərəfdəki siyahıdan Между variantını seçirik. Bu tip filtrlər şərti formatlaşdırmaya çox bənzəyir. Demək olar ki, eynidir. Açılacaq pəncərədə Больше или равно sətrinə 250 rəqəmini daxil edirik. Azayın yazmırıq. I variantını seçirik. Меньше или равно kiçikdir və yaxud bərabərdir. 350 rəqəmini daxil edirik. OK düyməsini sıxırıq.
Bu pəncərədə eyni zamanda filtrların şərtini dəyişmək olar. Ravno bərabərdir, bərabər deyil, böyükdür, böyükdür və ya bərabərdir, kiçikdir variantlarını seçib filtrin şərtini dəyişə bilərdik. Gördüyümüz kimi bu pəncərədə iki periklüçəsil var. I, yəni və hər iki şərti ödəyəcək, yəni birinci və ikinci şərti ödəyəcək mənaların seçilməsi üçündür. İli cədvəlin hər hansı bir sətri bu iki şərtdən birini ödəyərsə kifayətdir. Daha sonra biz qeydiyyat sütununda filtrasiya aparırıq ki, Bakı şəhərində qeydiyyatda olan işçilər haqqında məlumatlar bizdən gizlədilmiş olsun. İşarəni götürürük, OK düyməsini sıxırıq. Və Bakı şəhərində qeydiyyatda olmayan işçilər, hansılar ki 250-350 AZN arası əmək haqqı alır, bunlar haqqında məlumatlar bizə göstərilmiş olur. Cədvəldəki filtrasiyanı ləğv etmək üçün sortirovka filtr qrupundan Очистить alətindən istifadə edirik. Bu cür filtrasiya edilmiş cədvəllərə çeşidləmə aparmaq istəyiriksə, filtrasiya parametrləri pəncərəsi çağırılır və yuxarı sətirdə məlumatları əlifba sırası ilə əlifba sırasının əksinə və yaxud digər üsullarla çeşidləmək mümkündür. İstədiyimiz, deməli, çeşidləmə növü seçilir. Misal üçün əlifba sırası ilə. Bu zaman biz fikir veririk ki, süzgəc işarəsinin yanında kiçik bir ox işarəsi əmələ gəlir. Bu həmin bu sütunda, yəni filtrasiya aparılmış sütunda çeşidlənmənin aparılmasını bizə göstərir. Qlavnaya vkladkasında redaksирование qrupunda bu hissədən də filtrasiya və çeşidləmə əməliyyatlarını aparmaq olar. Çalışmanın digər şərti ilə tanış oluruq. Yalnız sentyabrda doğulmuş işçilər haqqında məlumatların seçilməsini təmin edin. Bunun üçün gəlin ilk növbədə cədvəldəki filtrasiyanı ləğv eləyək. Keçirik qlavnaya vkladkasında redaksирование qrupu, sortirovka и filtr, очистить variantı, yəni komandası seçilir. Təvəllüd sütununda filtrasiya parametrləri pəncərəsi çağırılır. Əslində bu əməliyyatı iki yolla aparmaq mümkündür. Birinci biz filtr podati sətrinə keçirik. Все data za period sətrinə keçirik. Bu hissədə sentyabr variantını seçirik. Gördüyümüz kimi yalnız sentyabr ayında doğulmuş işçilər haqqında məlumatlar bizə göstərilir. Və yaxud digər bir üsulla məlumatların ay üzrə filtrasiya edilməsi üçün udalить filtr. 2010-cu versiyadan başlayaraq filtrasiya ayarları pəncərəsindən Oblast poiska sətrində lazım olan ayın adının bir və yaxud iki hərfi yazıldıqda iki hərfini daxil edirik. Bu zaman Excel yalnız bu şərtin ödəndiyi sətirləri göstərəcək. Sadəcə OK düyməsini sıxırıq və sentyabr ayında anadan olmuş işçilər haqqında məlumatlar bizə göstərilmiş olur. Təvəllüd sütununda Oblast poiska sətrində ayın adının deməli rus dilində yazılmasının səbəbi budur ki, bizim məlumatlar diapazonunda, yəni təvəllüd sütununda məlumatlar bu tipdə formatlaşdırılmışdır. Biz əgər Oblast poiska sətrində Azərbaycan dilində ayların adlarının hərflərini daxil etmək istəyiriksə, bunun üçün bizim təvəllüd sütunundakı məlumatların xanalarının formatı fərqli olmalıdır. Formatçik, data, yazıq, Azərbaycanski, latinitsa. Bu iki nümunədən biri seçilməlidir. 5 iyul. OK düyməsini sıxırıq. Yalnız bundan sonra təvəllüd sütununda biz əgər Oblast poiska sətrinə ayın adının Azərbaycan dilində olan iki hərfini daxil etsək, məlumatları filtrasiya etmək mümkün olacaq. Əks təqdirdə bu cür format tətbiq edilibsə bizim məlumatlar diapazonuna biz yalnız rus dilindən istifadə etməliyik.
Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Sağ olun.